bilirəm ki, sən məclisində burada bizim Ağsaqqal Manaf müəllimdir. Manaf müəllimi salamlayıram. Mən nə gördüm, məclisə girdim və mənə yer göstərdilər ki, burada əyləş, mən də orada əyləşdim və gəldim ilk öncə Manaf Ağayevi gördüm. Görüşəndə nəyi hiss elədim? Biraz da kövrəlirəm indi deyəcəm. Əlində sigaret var idi. Onu gizlətdi. Biraz balıq türcüyəm də mən gözü suluyam. Elə şeylərlə göydə tuturam. Maşallah. Ona görə Manaf təkcə sənəti ilə yox. Demək ki, mən Manafla çox az görüşürəm. Öz də bilir, biz az toylara düşürük. Sağ olsun, büyük bayram bizi görüşdürüb burada. Demək ki, Manafın həqiqətən çox özəl, özünə aid olan şəxsi özəllikləri var, böyük, gözəl olan. Çox insanlara nümunə olan özəllikləri var. Manaf çox sağ ol, var ol. Onu da hər adam tutmaz ha, mən də onu göydə tutdum. Allah səni var eləsin. Sağ ol, sənətdən əşqi olma, sağ ol.